Qardaşlar, hər şeydən öncə onu deməliyik ki, bizim dinimiz, İslam dini sadəcə mənəviyyat dini deyil. Bizim dinimiz həm mənəviyyat, həm əxlaq, həm ibadət, həm əqidə, həm hüquqdur, qardaşlar. Biz müsəlmanlar, müsəlman kəlməsi ərəb dilində əsləmə feilindən törəmişdir. Mənası təslim olan deməkdir. Biz göylərin və yerin hakimi olaraq sadəcə və sadəcə Allahı qəbul edirik. Bizim həyatımızda da qanun vermək yetkisi sadəcə Allaha məxsusdur. Qardaşlar, Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki اَفَتُؤْمِنُونَ بِبَعْدِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْدِ Siz yoksa kitabın bir kısmına iman getirip diğer kısmını inkar mı edersiniz? Bu din bütün dindir kardeşler. Kim desə ki Allah Azze ve Celle beni yaratsın, bana ruzi versin, bana evlat versin, kainatı idare etsin ama valla için benim hayatıma karışmasın, yiyeceğime karışmasın, içeceğime karışmasın deyərsə, o adam Müslüman değildir. Çünkü Müslümanlar bütün hayatını sadece ve sadece Allah'a teslim etmiştir. Nedir ki Allah Kur'an-ı Kerim'de buyurur ki قُلْ اِنَّ صَلَاتِي وَنُسُقِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّٰهِ رَبِّ الْعَالَمِينَ De ki, benim namazım, ibadetim, hayatım ve ölümüm alemlerin Rabbi olan Allah sundur. Bugünkü xutbamızın mövzusu değerli kardeşler onu gösterir ki bizim dinimiz cemiyette olan her bir şey hakkında hüküm vermiştir.